bir qəzaya düşdüm. Əlim qolum bağlayıbdılar. Ən aktiv yerlərdən birisi. Niyə aktivdir onu göstərəcəm və cəmaət. Bu uşağı gördüm, o məşhur kəpsi yadıma düşdü. Axşam saatlarına doğru daha da qızışır bu küçə. Çox belə xarizmatik polisləri var bunların. Çox pis şeylərlə falan da məşhur bir küçədir bura. Belə günaha batmaq istəyirsinizsə, tam sizlik bir küçədir. Günaha batmaq istəyənlərin küçəsi. Salam əleykum, salam əleykum, salam əleykum. Hardayıq? Bugün Taylanddayıq. Taylandın paytaxtı Bangkokda. Sonuncu videomuzda, Chiang Mai videomuzda heç də yaxşı yerdə qalmamışdıq. Videonun sonunda, günün sonunda. Artıq Chiang Mai'da sonuncu günlərindən idi. Bir qəzaya düşdüm. Dağdan düşəndə qəza oldu və biraz yaralandım, kameram qırıldı falan. Onun üçün bir müddətcə video çəkmirdim, amma artıq başlamaq lazımdır deyə düşündüm və beləliklə başlayırıq. Bugün Bangkokdayıq. Bangkok dediyim kimi Taylandın paytaxtıdır. Hal-hazırda Bangkokun adının, familiyasını bilmədiyim bir ərazisindəyəm. Bura mən qaldığım yerdir. Amma belə çox da maraqlı bir yerdir. Çünki ictimai nəqliyyata falan hər yerə yaxındır bura. Və biraz çıxaq, gəzişək. Elə bura Bangkokun çox belə kənarları falan deyildi. Tam ortasıdır ki, Bangkokun aşağılarına daha yaxındır, yuxarılarına da. Onun üçün belə mərkəzi bir yer seçdim. Amma buranın özündə belə çox görüləsi yerlər yoxdur. Sadəcə olaraq yəni ictimai nəqliyyata falan hər yerə yaxındır. Amma buranın ictimai nəqliyyat çox bahadır. Çox bahadır. Yəni 1 manat 50 qəpik falan tək yön. Bir dənə yön, yəni bizim pulla avtobus 20-dir. Yəni bizim pulla belə 1 manat 10 qəpik falandır. Amma metrosu falan yəni daha bahadır. Bangkokun bu qədər bahalı olacağını düşünmürdüm, yəni ictimai nəqliyyat olaraq. Amma bir neçə gündür Bangkokdayam, əjdaha şəhərdir. Əjdaha şəhərdir. Yəni mən belə şəhər çox az hallarda görmüşəm ki, yəni bu qədər mi müxtəliflik olar bir şəhərdir, bu qədər mi müxtəlif. Təsəvvür edin ki, kameram qırılmışdı mənim, kameranı aparırdım. Nə bilim, üstünə plyonka da çəkdirməyə, bir təriniz təmir etdirməyə falan. Aman Allahım, yəni yoxdur, şəhərdə yəni yoxdur da, yəni ürəyin nə istəyirsən, yəni çox rahatlıqla tapa bilir, çox rahatlıqla tapa bilirsən də. Hər şey var ha şəhərdə. Elə bir böyük şəhərdir, Bangkok şəhəri. Neyse gedək. Bu arada gedim bir dənə. Dedim nağar. Gedək bir saçımızı qırxdıraq. Bir bərbər tapın. Bir bərbər gəl bərabər. Gedək saçımızı qırxdıraq. Gedib saçımı qırxdırım. Sonra gözəlləşim eləyim. Sonra davam edəyək. Aha, burada bir bərbər var. Bəs bu bərbər. Yəni bərbər qırxa biləcəm mənim saçımı. Hello. How much a haircut? 200. Okay. Ma'am. Huh? No, just. No, okay. Yes, haircut. Yes. Okay, 200. 200, okay. ขอบคุณค่ะ Belə çox narahat oldum. Çox narahat oldum, amma oyda, birinci səfərdə belə bir bərbərdə oturaqda. Mayt. Qaydədən çox da ümidli deyiləm, amma olsun öneyini. Yəni, çox da pis deyil. Gedər. İşimizi görər əsas odur. Bu arada 200 baht. 200 baht nə qədər edir? 10 manat, 11 manat. Vay, pişik nə boyda olay yeməkdən. Ay, sən çox yekəsən, qardaş. Vallahi çox yekəsən sən. Ay, bu neyiniblər ha burada? Nə qədər yeyir ha bu? Səncə, moşunu yeyib oturandan sonra belə eləyirsən, bu dəqiqə o vəziyyətdədir. Şeylərin qabağında bu şəhərlərində pişik çox saxlayırlar bunları. Buna baxın bu kardeşə.
Burada çox pişik saxlayırlar. Yəni, olduqca maraqlı bir şəhərdir, Bangkok şəhəri. Bu videonu biraz uzun tutacağım. Çünki bir neçə hissəyə ayırmaq istəmirəm Bangkok videosunu və elə bütün məlumatları bu videoda çalışacağam verim. Belə deyim də bir neçə günü bu videoda tək video kimi verəcəm. Və deyəsiniz ki, o nədə oyun çıxarırsan, sən necə bir motosiklet icarələyib, hər yerə motosikletlə getmirsən, piyada nədə özünə zülüm verirsən falan dediyinizdə işlə bilərəm, amma sağ qolum hələ də tam işləmir. Qalxıb yenməyi biraz problemlidir, onun üçün bu aralar motosiklet sürməyi düzgün hesab eləmirəm. Onun üçün də belə maksimum piyadayam. Bir dənə iyi gəlir. Ümumiyyətlə, Bangkokun çox yerindən, özəlliklə bu çay hissələrindən keçəndə inanılmaz dəhşətli bir iyi gəlir. Dəhşətli bir ya, yəni dözülməz bir iyi gəlir. Və mənə görə, yəni bir neçə gündür Bangkokdayam və mənə görə Bangkokun ən mənfi 2-3 özəlliyindən birisi bu ola bilər. Həm tıxacı da çoxdur, tıxacı da bir mənfi özəlliyidir. Düzdür, buralar belə deyim, çox istifadə olunmayan küçələrdəyim. Burada çox tıxac görmürsünüz, amma tıxacı dəhşət çoxdur. Havası çox çirklidir. Yəni, inanılmaz çirklidir havası falan. Bu da Taylandın kraliçası. Burada da Budist məbəddə, onu qaldıramdır. Budist məbədlər, Taylandda o qədər Budist məbəd görmüşəm ki, artıq yəni heç birinə yeyib girmək istəmirəm. Yəni, buranın bir dənə çox böyük, yəni Taylandın ən böyük Budist məbədi var. Dünyadakı ən böyük Budist məbədlərdən də biri hesab olunur. Amma təbii ki, girməyəcəm, çünki da bezdim, həqiqətən bezdim. Yəni, Budist məbəd görməkdən bezdim. Onun üçün də daha çox ara küçələri falan beşməkən gəzməyi düşünürəm. Artıq buranın qarşı tərəfi Çin bölgəsidir. Buralar da Çin bölgəsi. Sadəcə olaraq qarşı tərəf rəsmi olaraq Chinatown adlanır. Yəni, Çin məhəlləsi, Çin bölgəsi. Və burada dünyanın ən böyük Chinatown hesab olunan Bangkok Chinatown'dur. Gəlin bu Chinatown'dan daha yaxından tanış olaq. Yəni bu Chinatown'da hər gün demək olar ki 100 mindən çox insan gəzir. Hətta 100 minlərlə belə demək mümkündürsə, insan bu Chinatown'a gəlir, burada gəzir və yaxud da burada işləyir. Yəni olduqca böyük bir Chinatown'dur. Dediyim kimi dünyanın ən böyük Chinatown, iki Chinatown'dan birisi hesab olunur, belə deyək. Çünki bəzən New York, Manhattan'dakı Chinatown'u keçmiş videolarımızda oranı da tək göstərmişdim. Amma mənə bura oradan daha, belə deyim, böyük gəlir. Çünki Manhattan'da... Bu nədir? Əlim qolum bağlayıbdılar. Çünki New York'dakı ərazi olaraq daha geniş idi. Orada daha çox insan yaşayırdı, düzdür. Amma bir məhəllə olaraq, tək bir məhəllə olaraq bura oradan çox daha belə canlı bir vibe verir adama. Çox daha canlıdır bura. Ora bir məhəllə, iki məhəllə deyildi. Ora çox geniş ərazi idi. Amma bura konkret, yəni məhəllənin uzunluğuna baxın və canlılığına baxın. Yəni məhəllənin uzunluğuna və canlılığına baxın, yəni dayanmır yəni. Anas, neçədə almır? Nə var? Kuzu kola düzəldir. Gəlin sizə bir Coca-Cola alın. One please. Yes.
Siz isə bilmirsiniz deyə məcbur mən sizin əvəzinizə istəyirəm. Sağlığınıza. Yəni bu məhəllənin bir dənə canlılığına baxın. Çox şeydir, çox qəşəngdir. Mango. Mango. Phải tròn cái này. Amma hər şey burada bahadır. Yəni, mangostin 1 kilosu 300 bahtdır. 300 baht da nə qədər eləyir? Nə bilim. 300 baht 50-17 manat falan, yəni çox bahadır. Belə meyvələr belə qarışıq şəkildə 40 baht. 40 baht nə qədər? 2 manat falan. Və normaldır. Mangostinin çox bahadır. Mangostin normalde kilosu 150 liradır. Yəni yemək, içmək falan 5 məkan nə axtarırsınızsa bu Chinatown'da tapmaq mümkündür. Formada. Burada da onları necə pişirildiğini görürüz. Burada xərçənglər və onların bu formada pişirirlər. Burada en aktif yerlerden birisi. Niye aktifde onu göstereceğim. Və cəmaət burada part-apart əqrəb yeyir. Əqrəb, nə bilim, soxulcan, çəyirtkə, plan 5 məkan. Hər cür böcək var. Yiyərik, sonra yiyərik. İndi vaxtım yetməz. Əsas hissəsi buradır və o birisi məhəllədir. Belə deyim. Belə maraqlı bir yer. Qaqama bax, qaqam karizmanın öz evladıdır da. Ona bax, çox yaraşıqlıdır. Çox karizmatik deyil. Yəni dediyim kimi New York'dakı Chinatown daha böyükdür. Bura isə tək məhəllə olaraq, yəni bir bütün məhəllə olaraq daha geniş və daha belə deyim canlı, aktivdir. Amma mənə elə gəlir, bilmirəm. New York'dakı Manhattan ərazi olaraq məncə daha böyüyüdür. Bu uşağı gördüm, o məşhur Caps yadıma düşdü. Ne deyir? Send him 2-3 years Dagestan and forget. O yadıma düşdü. Mənim kim var orijinaldır? Oy. Otur yedi bunu. Niye böyle ayaküstü kaçırsın? Oturup yiyeyim de. Ah. Ah. Çiynimi hələ tərpə edə bilmirəm. Çox ağrıdır, çox dəhşət. Ah. Həqiqi kokonat imiş bu. Gerçi yani real kokonat, yani şey kimi değil. Oha, qəşəng dadı var. Akşam saatlarına doğru daha da qızışır bu küçə. Adam əlindən tərpənmək olmur dedikləri var. Tam olarak budur bax. Həqiqətən də adam əlindən tərpənmək olmur. Hələ akşam saat neçədir? Akşam saat hələ 7'dir. Birazdan daha da buralar qızışacaq. Belə. Çox belə karizmatik polisləri var bunların. Çox nə var? Karizmanın öz evladı. Belə.
küçədir. Bu küçədə konkret olaraq yəni bir gündə yüz minlərlə insan görmək mümkündür. Yüz minlərlə. Yəni, bu küçədə yəni, konkret olaraq bir gündə yəni 100 mindən çox insan görə bilərsən. Burada Bangkokun məşhur Khao-san küçəsi, Danong Khao-san küçəsi. Burada belə maraqlı bir küçədir. Yəni o pis-pis şeylərlə falan da məşhur bir küçədir o. Amma tam o pis-pis deyil də, yəni daha pis-pisləri var, o pis-pislərin o çox pis-pislərini şeyləmək, göstərmək. Nə ilə? Yetim ucu o qədər bezibdir ki, video falan çəkilməklə. Deyir ki, yəni video çəkmək istəsə 10 baht. Hə, pis-pis şeylərdir, amma o pis-pis şey tam pis-pis deyil də. Yəni belə yarımçıq pis-pis şeylər küçəsidir bura. Khao-san küçəsi. Yeyib içməyi falan beş-mekan hamısı var. Daha pis-pisini istəyirsinizsə, daha pis-pisinə də gedərik, amma bəlkə də o pis-pisinə gedirəm. Sadəcə olaraq o videolarda o pis-pisin, o göstərəndə o pis-pis elə bil ki, o videoları. Qaqam burada satır, hər cür malı var əlində. Hər cür malı var. Bu arada bu barədə danışmışdım, amma yenə də deyim. Taylandda bu ot-mot işləri falan beş-mekan hamısı sərbəstdir. Yəni istədiyiniz qədər burada ot-mot şeylər. Amma mövzu budur ki, Taylandda sərbəst olsa da Azərbaycanda sərbəst deyil və sabah birisi gün gedib Azərbaycanda o ot-mot oradan qandan analiz verərsiniz. Deyərlər ki, bala, bu gədə elə narkoman idi. Onun üçün elə şeyləri heç kəsə məsləhət görmürəm, uzaq durun. Gedin bala, özünüzü o tosuz əncılandan bir şey var. Gedib orada burada özünüzü aylamayın bala. No. Bildiğin gece klubları, eğlence klubları falan beş-mekan olan bir küçədir. Bu Khao-san küçəsi və elə maraqlı küçədir. Belə günaha batmaq istəyirsinizsə, tam sizlik bir küçədir. Günaha batmaq istəyənlərin küçəsi. Belə bir Khao-san küçəsi Bangkokun. Amma biz nə günahlar küçəsi görmüşük, bu nədir ki? Aparacam sizə, aparacam. O indi qərarı verdim. O ən günahkar küçəsinə, ən günahkarlar küçəsinə aparacam. O pis-pis şeylərin belə məbədinə aparacam sizi. Da nə edək? Harda qırılar. Da indi o qədər xətriniz olsun da yanımda. Aparacam, hamısına gedərik. Burada da gəlib oranızı masaj elətdirə bilərsiniz. Ayaq masajı, nə qədər neçədir? Foot masaj, hər bir masaj var burada. Yarım saatı 180 bahtda. 180 bahtda nə qədər eləyir? Əvvəlim də 8 manata falan yarım saatı. Bu daha ucuzdur. Bura girək görək, burada nə var?
gecəydi. Çox ağır bir gecəydi saat 8-də. Saat 8-də girmişdim o məhliyə. Yox. Saat 7-də girmişdim o məhliyə. 7-8 yarısı falan vardı. Nəysə, bu video biraz uzun oldu bilirəm. Düzdür, bu videonu istədim bir dənə videoya yekunlaşdıram, yəni Bangkok videosunu, amma gördüyünüz kimi yəni imkan olmadı bir videoyla yekunlaşdıraq Bangkok videosunu, amma bir can sağlığı olsun. Bangkoku bölərik bir neçə yerə. Olmur da qardaş, olmur. Özünüz də gördünüz ki, məndə günah yoxdur, yəni olmur. Bangkoku bölək bir neçə videoya, bu arada artıq gecə saat, yəni Allah bilir neçədir, minmişəm avtobusa, qaldığım yerə gedirəm. Allah şeytan lənət eləsin, Allah şeytan lənət eləsin. Belə, Bangkok videosunu belə bir neçə video, elə bu videonu burada yekunlaşdıraq. Yeni şəhərlərdə, yeni ölkələrdə, yeni videolarda görüşmək ümidi ilə. Sağ olun.